Musa Sina dağına gəlib xalqının bağışlanması üçün Rəbbinə yalvardı. Musa ilə bərabər Harun və tayfasından 70 kişi də Allaha yalvardı. Onlar azmış həmtayfaları üzündən məhv olmamaları üçün Allaha tövbə etdilər. Allah onları bağışladı. Çünki Allah bağışlayandır və rəhimlidir. Musa qəzəbi soyduqdan sonra üzərində Tövrat yazılmış lövhələri götürdü və onları xalqına çatdırdı. İsrail oğulları yenə də hər şeyə şübhə ilə yanaşırdılar. Hər şeyə görə mübahisə edirdilər. Onlar Allahı görməyincə dediklərinə inanmayacaqlarını Musaya bildirdilər. Allah onların bu sözünə qəzəbləndi. Allahın əmri ilə onları ildırım vurdu və yerə sərildilər. Musa yenə də xalqı üçün Allahdan bağışlanma dilədi. Allah yenə də Musanın duasını qəbul etdi. İsrail oğulları şükür etsinlər deyə Allah onları diriltdi. İsrail oğulları ayıldıqda ildırımın vurmasına dözə bilmədikləri halda Allahı görməyə heç dözə bilməyəcəklərini anladılar. İsrail oğulları arasında çox varlı, yaşlı bir kişi var idi. Onun qardaşının oğullarından başqa heç kimi yox idi. Qardaş oğulları qoca əminin tez ölməsini istəyirdilər ki, onun mirasına sahib çıxsınlar. Bir gün oğlanlardan biri qoca əmisini öldürüb yol ayrıcına atdı. Səhər açılanda insanlar ölən kişinin qatilini axtardılar. İsrail oğulları arasında hay-küy başladı. Musanın yanına gəlib Allahdan bu barədə soruşmasını tələb etdilər. Musa Rəbbinə üz tutub hadisə haqqında soruşdu. Rəbbi Musanın xalqına inək kəsmələrini əmr etdi. Xalqa əvvəlcə Musaya inanmayıb, onları məsxərəyə qoyduğunu güman etdilər. Sonra isə inəyin görünüşü, rəngi və yaşı haqqında Musadan soruşdular. Musa xalqının bu tələblərinə görə hər dəfə Rəbbinə üz tutur və inək barədə soruşurdu. Nəhayət onlara eybi olmayan, ləkəsiz, sarı rəngli inək kəsmək əmr olundu. İsrail oğulları tələb olunan inəyi çətinliklə tapıb kəsdilər. Halbuki, əgər Allah onlara "Bir inək kəsin" dedikdə, deyilənə tabe olub istənilən bir inəyi kəssəydilər, bu onlara kifayət edərdi. Lakin Musanın xalqı həmişəki kimi çox sual verməklə işlərini çətinləşdirdilər. İnəyin rəngi, yaşı və görünüşü barədə soruşdular. Allah da onların işlərini çətinə saldı. Musanın əmri ilə kəsilən inəyin qanını ölən kişinin bədəninə sürtdülər. Allah ölən kişini diriltdi. O ayağa qalxdı. Musa ondan "Səni kim öldürüb?" deyə soruşdu. O, "Məni qardaşım oğlu öldürüb" deyə cavab verdi. Beləcə Allah İsrail oğullarına daha bir möcüzə göstərdi.